savaşına və Rus-Ukrayna savaşında sadəcə Ukrayna xalqı dirənməsəydi, ola bilər hələ ki də davam edəcəkdi. Amma indi məcbur olublar nəsə bir hərəkətə gəlsinlər, bir hərəkət etsinlər, bunun qabağını alsınlar. Və bunlar hamısı üst-üstə düşərək Trump kimi siyasətçiləri önə çəkdi və Trump gəldi hakimiyyətə. Sizin sualınız, 100 gün ərzində o nə etdi? Əvvəla o 100 gün ərzində hələ ki show biznesini davam eləyir. Çünki o show biznesdən hakimiyyətə gəlib və show biznes bir adamı kimi o bu show biznesin qanun qaydalarını çox yaxşı bilir. Və gördüyünüz kimi vəzifəyə gəldi, çıxdı. Ola bilər bəzən kimisə xoşuna gəlir o o deyən sözlər, ola bilər xoşuna gəlmir. Amma ki nəticə etibarilə o hakimiyyətdədir. O gəldi, çıxdı vəzifəyə. Deməli o ola bilər bu da mənim də xoşuma gəlmir bəzi şeylər hansı ki o deyir. Amma o deməkdir ki, o məndən də yaxşı bu Amerika xalqının mühitini tutur, bilir. Deməli ki, o sözləri deməli idi ki, hakimiyyətə gəlməlidir. Hətta o Biden'dan, Kamala Harris'dən qat-qat yaxşı bilirdi. Hətta Hillary Clinton'dan da yaxşı bilirdi ki, çünki o bilib show biznesdə işləyəndə bu cəmiyyətlə necə işləmək lazımdır ki, sabah vəzifəyə gələsin. Hə, amma indi vəzifəyə gəldi. Vəzifəyə can atmaq, o show biznesin qanun qaydaları istifadə eləmək başqa bir şeydir. Amma vəzifədə, kürsüdə olanda show biznesdən istifadə eləmək başqa yollar aramalısan. Çünki bu 100 gün ərzində məsəl üçün heç nə demək olmaz ki, o bir dənə uğur qazanıb. İstər daxili siyasətdə, istər xarici siyasətində. Show biznesdə necə olub? Bu günlər hamı, bütün dünya Trumpdan danışır. Amma artıq necə mən bir dəfə demişəm, bir günlərdə təkrar edə bilərəm, basıb bağlamaq vaxtı artıq yetişib. O hansısa hərəkət etməlidir. Həm daxili siyasətində, həm xüsus xarici siyasətində.